İbadallah, usikum və nəfsi bitəqvəllah. Əziz, dəyərli cümə namazı iştirakçıları, hər birinizi salamlayır və hər birinizə cümə namazının xütbələrinin qaydalarına uyğun olaraq təqva məsələsini birinci özümə, öz günahkar nəfsimə və ondan sonra sizlərə də inşallah xatırladırıq. Dünya və axirət saadətimiz Allah və Allah nümayəndələrinin qarşısında üzü ağ olmağımızın səbəbi təqvanandır. Bizim saadətə çatmağımız üçün bir yolumuz var, iki yolumuz yoxdur. Təqva yolu ilə saadət güllələrinə, zirvələrinə ucala bilərik inşallah. Allah bizi təqvalardan qərar versin və təqva yolunda sabit qədəm etsin inşallah. Birinci xütbədə istədim Şüəra surəsinin 88-ci və 89-cu ayəsini siz əzizlərin diqqət nəzərinə çatdıraq. Bu barədə izahlar və birinci xütbəni belə davam eləyək inşallah. Buyurur: "Yevmə la yenfa'u malun və la banun." Şüəra surəsinin 88-ci ayəsi. Deyir yevmə, yevmə yəni o gün. O gündən məqsəd təbii ki, qiyamət günüdür, məhşər günüdür, insanların Allah huzuruna, Allah dərgahına gəldiyi gündür. Deyir, o günləri la yenfa'u malun və la banun. O günləri insana malun, yəni insanın sərvəti, var dövləti ona xeyir verməz. La yenfa'u, yəni fayda verməz ona, xeyir verməz ona, onun sərvəti və la banun, yəni bəlun övladları. Bu vaxtları ərəblərdə belə bir məsələ var idi, belə təəssübkeşlik var idi. Öz övladları ilə fəxr edirdilər. Məsələn, onun 5 oğlu var, 6 oğlu var, nə bilim neçə övladları var, o ilə fəxr edirdilər. Burada Qurani-Kərim bunun hər ikisini inkar edirdi. Deyir, buyurur ki, sizə qiyamət günü sərvətinizin də xeyri olmaz sizə və övladlarınızın da xeyri olmaz. Bəs neyin xeyri olar ilahi? Özü ayənin davamında buyurur: İlla mən ətəllaha bi qəlbin səlim. Məgərin ki, insan səlim bir qəlblə, indi İmam Sadiq əleyhissalamın hədisi ilə də o səlim qəlb hansı qəlbdir, onu da izah edir hədisdə əsasən. Bizim imamlarımız, məsumlarımız həqiqətdə Qurani-Kərimin təfsirçiləridirlər də. O ayələrdə ki, biz bilmirik, o Nur-u Səqələyn təfsiri rivayi təfsirdir. Yəni bizim bəzi təfsir kitablarımızda ki, Qurani-Kərimi gəliblər, hədislərlə təfsir ediblər. Filan ayədə ki, filan kəlmə gəlib, buradan bu məqsəd nədir? İmamlarımız buyururlar. Məsələn, burada qəlbi səlim nədir? Ayənin tərcüməsi bir də deyirik. Sizə sərvətinizin və övladlarınızın xeyri, faydası çatmayacaq. Bəs neyin xeyri çatacaq ilahi? Məgərin ki, səlim qəlblə gələsiniz məhşərə. Səlim qəlblə gəlsəniz, nicat taparsınız. O sizə xeyir eləyər. Səlim qəlb nədir? Səlim qəlbi İmam Sadiq əleyhissalam buyurur ki, yəni insan sağlam olan qəlb, yəni sadiq və necə deyim sizə, xalis niyyəti olan qəlbə deyirlər səlim qəlb. O qəlblər ki, o qəlblərdə sadiq niyyətlər var, pak niyyətlər var. O qəlblərə səlim qəlblər deyərlər. Yəni insan çalışmalıdır həyatda o sağlam olan qəlbi, o pak olan ruhu, o pak olan niyyətləri əldə eləyə bilsin. İnsanın ki, niyyəti pakdır, pak niyyətli insan çox şeylərə nail ola bilər. Burada bir sual çıxa bilər. Burada bir mən özüm mötəzi açıram, bir şübhə ortaya çıxa bilər, bir sual ortaya çıxa bilər. Və o budur ki, ola bilər ki, insanın sərvəti olsun və sərvətin də ona xeyri olsun qiyamət günündə. Niyə yoxdur axı? Biz sual veririk də və cavabı da var. Məsələn, Allah rəhmət eləsin, Hacı Zeynalabdin Tağıyev və onun kimi kişilər və onun kimi tarixdə və bizim xalqımızın məsələn nümayəndəsidir də Hacı Zeynalabdin Tağıyev. Başqa xalqların da başqa xeyriyyətçi insanları olub. Onlara bəyən mallarının xeyri olmayıb. Niyə görə bu ayə necə düz gəlir? Yəni məntiq deyir ki, qardaş, onun sərvəti var idi, sərvətindən də yaxşı yolda istifadə edirdi. Bəs bu ayə ilə bu necə onu uyğunlaşdıraq, necə düz gəlir? Və yaxud da olub, bəzi insanlar olub ki, yaxşı övladları olub, salih övladları olub. Hədislərə əsasən salih övlad o sədəqə-i cariyədir. Sanki bir sədəqədir ki, daim o gəlir. Məsələn, bir kişidir, yaxşı bir kişidir, onun övladları var, övladları da yaxşı övladlardır, dinə, İslama, xalqa xidmət edirlər, xalqın xidmətindədirlər, dinin xidmətindədirlər, qeyrətli övladlardılar. Onların atalarına xeyri olmayacaq. Cavabı budur ki, siz də hamınız bilirsiniz onu. O mal ki, Allah yolunda xərclənməyə, o maldan gedir söhbət bu ayədə. O övlad ki, salih övlad olmaya, o övladdan gedir söhbət bu ayədə. Yəni, bir növ belə deyək də, o malı ki, insan Allah yolunda xərcləməyə, o övladlar ki, Allah
bəndələri olmayalar, Allah yolunda olmayalar, o övladların insana xeyri olmayacaq qiyamət günündə. 15 dənə olsun. Xeyri nədir? Hə, o gündə pəs məlum oldu da, hamıza da məlum idi ya, yada saldıq. Hə, deməli pəs niyyət, pak olan niyyətlər insanları nicat verəcəklər. İnsan həqiqətdə budur. İnsan öz əməllərinə, o praktiki həyatında etdiyi əməllərə ümid bağlasa, çox nailiyyətləri əldə eləyə bilməz. Niyyətlərlə insan böyük nailiyyətlər qazana bilər. Həqiqətən bizim dinimiz çox incə bir dindir və onu dini tanımaq bizə tapşırılıb da. Əl-kəmal, kullul kəmal, ət-təfəqquhu fid-din. Kamillik və kamilliyin ən zirvələri dinşünas olmaqdır. Dinşünas olmaqdır. Dinimizdə elə zərif, incə məqamlar var ki, insan onu tapanda elə bilirsən ki, ona satanda elə bilirsən ki, böyük nailiyyətlərə qazanır. Məgər biz oxumamışıq Peyğəmbərimizdən. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: İnnəməl ə'malu bin-niyyat. İnsanların əməlləri onların niyyətləri iləndir, pak niyyətlərləndir. Mövzumuz bu birinci xutbədə müxtəsər pak niyyətlərdən gedir söhbət. İnsan pak niyyəti olmalıdır əməllərində. Zahir əməllər olsun eynidir. Zahir əməllər bizim etdiyimiz, zahirdə gördüyümüz, müşahidə etdiyimiz, özümüzün və qeyrilərinin etdiyi əməllər görür bir-birinə bənzəyir. Amma niyyətlər fərqlidir. Pak niyyətlərdir ki, o əməlləri Allah yanında ucaldır. O əməllər səbəb olur ki, pak niyyətlərlə yerlə yetirilmiş əməllərdir ki, insan Allah yanında dərəcə tapa bilir, əməlləri qəbul olur. Məsələn, bir dənə sadə misal, özümüzün gündəlik həyatımızda rastlaşdığımız və müşahidə etdiyimiz əməl. Mümkündür bir insana su təklif oluna. Burada 3 nəfər var, dayanmışıq. Su təklif olunur bizə. Mənə su təklif olunur, mən su içmirəm. İkinci nəfər də su içmir, üçüncü nəfər də su içmir. Amma burada su içməməyin hər bir insanın müxtəlif niyyəti ola bilər. Hər bir insanın müxtəlif. Birinci məsələn o kəsdir ki, teşnə döyür, su istəmir, susuz döyür. Mənə su deyirlər, su içirsən deyirəm, yox. Susuz deyirəm də, susuz deyirəmsə, niyə içməliyəm suyu? Və niyyətim bu ki, su içmədim, nə oldu? Su içmirəm, su istəmirəm, susuz deyiləm. İkinci adam ola bilər ki, məsələn, misaldır ya bunlar. Deyərlər, o zehnimiz yaxınlaşsın əsli istədiyim məqsədə, ona görə bu sözləri misal deyirəm. İkinci adam da su içmir, amma onun, misal üçün deyir ya, Allah göstərməsin, kiməsə qarşı kini var. Ona su təklif eləyənlə münasibəti yoxdur. Su qəbul eləmir ona, o da su içmir. Amma o niyə görə su içmir? Çünki qarşı tərəfdən kini var, qarşı tərəfdən hansısa bir problemi var. Ona görə deyir, mən içmirəm. Bu da su içmədi, o da su içmədi. Onun niyyəti nədir? Üçüncü tərəf su içmir. Üçüncü tərəf də ola bilər ki, o da su içməsin. Amma niyə görə su içmir? O deyir ki, su azdır, mən birdən su içsəm, məndən sonraki adama su çatmaz. O isar edir, fikir verirsiniz? O da ki, su azdır. Burada məsələn, isti vaxtı su da azdır. Misaldır ya. Misalda münaqişə şey yoxdur ki. Üçüncü adam su içmir. Amma niyyəti nədir? Niyyəti budur ki, məndən sonrakılara birdən su çatmaz. Mən çox susuz deyirəm. Görün, nə qədər fərq var. Biri kini üzündən su içmir. Biri adi həyatında susuz deyir, su içmir. Bəs nə etmək istəyirik? İnsanların əməlləri onların niyyətləri ilə ölçülür. İnsan həqiqətdə budur ki, bu həqiqətdir. Bunun kökü var bizim dinimizdə, mötəbər mənbələrimizdə diqqətinizə çatdıracağam. İnsan niyyətləri ilə həqiqətən pərvaz edə bilər. Pak niyyətlərlə, pak seyr edə bilər. Uca əməllərə, uca nailiyyətlərə nail ola bilər. Deyirlər, bir günləri Peyğəmbər sallallahu aleyhi və səlləmin huzurunda çox isti hava idi, günorta vaxtı idi, isti bir hava idi deyir. Deyir, sahabələrlə bir yerdə idi Peyğəmbərimiz isti havada, gördülər ki, bir nəfər cavan, bir nəfər, necə deyim, uca boylu, bir nəfər gözəl simalı bir cavan, alnının tərini tökür, neysə iş görür, neysə, məsələn, çalışır nə görürsə, yük daşıyır məsələn, yük daşıyır. Çox da tərliyib, tər qana bulanıb bulan. Deyir də, orada olan sahabələrdən biri baxdı Peyğəmbərə, deyir, Rasulullah, heyf deyir ki, bu cavan, bu gözəl cavan, bu dünya malına görə bu cündə özünü çətinliyə salıb, qana tərən içinə düşür. Heyf deyir, məsələn, belə də bir növ Peyğəmbərlə belə danışır, dərdli yeridir. Peyğəmbər baxdı ona, dedi ki, əgər bu cavan halal ruziyə görə bu işi görürsə, əgər bu cavan çalışır ki, ona buna əl açmasın, ondan bundan məsələn deyim də istəməsin, ona bundan əl açmasın deyə, özünün halal ruzusu olsun, buna görə çalışırsa, bu elə ən böyük ibadətlərdən biridir, halal ruzu yolda qazanmaq. Bunun niyyəti əgər bu, necə deyərlər, halal ruziyə çatmaqdırsa, bu eyni axirətdə, dünya deyir bu. Tiz dünya əs-xuda qafil şudən. Dünya nə deməkdir? Dünya yəni Allahdan qafil olmaq. Amma bir insan ki, möhtac olmasın deyə
hər hansı bir fəaliyyəti göstərirsə, elə onun niyyəti halal ruziyə görə o elə deyir, savabdır, axirətdir. Deyir Əli ibn Əbi Talib əleyhissalam bəzən o mühacirlər ki, Məkkədən hicrət eləmişlər, gəlmişlər Mədinəyə. Bilirsiniz də hicrətin İslamın sədri İslamda, İslamın əvvəl illərində Peyğəmbərimiz ki, hicrət elədi Məkkədən, bir növ məzubiyyət qarşısında gəldi Mədinəyə, buyurdu gəldi Mədinəyə. O hicrət oldu. İndi Hicri qəməri tarixində əvvəli, məbdəi o ilə hesab olunur da, o ildən hesab olunur. Hicrətin 1-ci, 2-ci, 3-cü, 5-ci belə. Və o eyni zamanda Peyğəmbərlə də bir yerdə Məkkəli olan müsəlmanlar ki, İslam gətirmişlər, müsəlman olmuşlar, onların bəziləri də bir çoxları hicrət elədilər, gəldilər Mədinəyə, Peyğəmbərin yanına. Onlara mühacir müsəlmanlar deyirlər. Yerli Məkkəli müsəlmanlara da Ənsar müsəlmanları deyirlər. Onlar ki, hicrət elədilər, gəldilər, bəzən çətinlik idi də, doğrudan da o vaxtı nə cür isar elədilər, o vaxtı nə cür fədakarlıq göstərdilər Ənsar müsəlmanlar. Peyğəmbərin buyurduğuna əsasən yerli Mədinəli müsəlmanlar hər biri bir nəfəri qəbul elədilər öz evlərində. Sanki öz var-dövlətlərini böldülər bir müsəlmanla. Məkkədən gəlmiş bir müsəlmanla. Adam qonaq bir gün qəbul eləyər, 2 gün qəbul eləyər, 5 gün. Hələ öz evlərində onları saxladılar. Hər bir müsəlman bir müsəlmanı. Məsələn, bəziləri də gedirlər məsciddə, məsələn də evləri ilə yox idi, gəlmişlər. Dinlərinə görə öz ev şeylərini atmışlar, gəlmişlər Mədinəyə. Gəlirlər Mədinədə bəzən məsələn məsciddə məsələn istirahət edirdilər, məsələn də dincəlirdilər, öz evləri zətləri yox idi bəzən. Tarixdə bunu görmüşəm mən ki, Əli ibn Əbi Talib əleyhissalam bəzən gələrdi o müsəlmanları, məsələn məsciddə istirahət edən müsəlmanları oyadardı, deyərdi, durun gedin izzətinizin dalıcan. Yəni gedin durun halal ruzu qazanmağınızın ardıcan. Yəni İslamda bu çox əhəmiyyət kəsb edir. İnsan öz niyyəti ilə, öz necə deyirlər, halal ruzusu üçün çalışsın. Niyyəti də budur, nədir? Heç kimə möhtac olmayım. Niyyəti nədir? Öz ailəmin ki, nəfəqəsi, nəfəqə yəni onun xərci, yemək pulusu, geyim pulusu, həyat yoldaşını, yəni ərin boynunadır, onu təmin eləyə bilsin. Bu niyyətlə bu işi görürsə, eyni axirətdir. İmam Peyğəmbərimiz ki, bu işi biz sözümüzün əvvəlində dedik ki, insan niyyəti ilə çox nailiyyətləri əldə eləyə bilər. Əslində zərurəti var. Allah yolunu getmək istəyən insanın, Allah yolunda, o suluş deyirlər də, Allah yolunda müvəffəq olmaq istəyən insan zəruridir ki, hər bir əməlində gözəl niyyətlə o əməli yerinə yetirsin. Peyğəmbərimiz buyurur Əbazərə: "Liyekun leke fi kulli halin niyyetun, hatta fi'n-nevm ve'l-akl." Peyğəmbərimiz Həzrəti Əbazərə buyurur ki, sənin hər bir əməlində çalış, hər bir əməlində bir niyyətin olsun. Hətta yatmağın da Allaha görə olsun. Hətta yeməyin də Allaha görə olsun. Yemək yeyəndə də, o sən yeyəcəksən də onsuz da yeməyi. O gün orta yeməyini sən yeyəcəksən. Düzdür? Bir tikə yemək yeməlisən də. Bir var ki, elə niyyətsiz yeyəsən. Bir var ki, üzr istəyirəm mən. Bir var ki, insanın onun qərizə sifətləri idarə eləsin. Öz qərizəsinə görə. O nəfsi istəklərinə görə yemək yeyir. Nəfsi istəyinə görə yatır. Bu üzr istəyirəm, çox üzr istəyirəm. Dönə-dönə özür istəyirəm. Heyvanlar belədirlər də. Onlar yemək istəyirlər. Onların qərizəsi var. O hissləri var. O hisslərinə görə onlar Allahı düşünmürlər ki, məsələn. İnsan da o cür ola bilməz ki, insan yemək yeyəndə Allah'a niyyət edib yeməlidir. Bu Peyğəmbər buyurur, Əbazərə buyurur. Və liyekun ləkə fi kulli halin niyyətun hətta fil-nevm vəl-əkl. Hətta yemək yeyəndə də Allah'a görə insan yesin. Niyyət elə. Niyyət də bu deyir ki, məsələn desin ki, mən indi günorta yeməyini yeyirəm, qurbətən bu deyir niyyət. Heç namazda da biz eləmirik ki. Orucda tutanda da bunu demək lazımdır. Deyir ya bəzən, məsələn, cəmaət namazı qılıram, vacib, qurbətini. Bunlar heç niyyət bu deyir, bilənlər bilirlər. Niyyət yəni içərdən gələn o indiki müasir dilində desək motivasiya, içərdən gələn o nəsə. Niyə görə gəlmişik bura? Bir yolda bir əlimizdən tutsaq metroda gəlir. Niyə gedirsən? Gedirəm cümə namazı qılmağa. Hələ evdən çıxanda, sən dünəndən niyyət eləmişdi ki, mən sabahları gedərəm İslam mərkəzində cümə namazına. Bu insanın niyyətidir, bu artıq niyyətdir. İmam Peyğəmbər buyurur Əbazərə ki, hər bir əməlində istəyirsənsə Allah yolunu həqiqi gedənlərdən olasan, istəyirsənsə hər anın, hər dəqiqən, hər saniyən sənin üçün ibadət hesab olsun, Peyğəmbər buyurur. Tək oturub üzü qibləyə zikir olanda ibadət deyir ki, o yaxşıdır, amma başqa əməllərimizdə də biz eləyə bilərik, ibadət hesab olsun bizim əməllərimiz. Yatmağımız da ibadət hesab olsun. İmam Sadiq əleyhissalamdan hədis deyirəm. Bir dənə salavat zikr edin. Bizim dinimiz böyük dindir həqiqətən. Biz özümü deyirəm, biz o da dərindən tanımamışıq. İmam Sadiq əleyhissalam buyurur ki, hər bir insan ki gecə yatanda bu niyyətlə yatsa ki, mən səhər-səhər durub sübh namazından qabaq məsələn ibadət edəcəm. Gecə namazına oyanacağam. Gecə ibadəti.
Gecə ibadətinə oyanacam. İndi Rəcəb ayıdır da, məsələn, qarşıda gələn bu aylarda heyfdir da insan yatsın. Məsələn, bir 10 dəqiqə, 15 dəqiqə, Allah rəhmət eləsin, Allah onun ruhunu şad eləsin. Ayətullah Fazil Lənkəran ağa deyərdi ki, heç olmasa sübh namazından qabaq durub bir dənə la ilahe illallah deyin. Bir dənə oyanın, sübh namazından qabaq oyanmaq başqa bir şeydir. Hədislərdir ki, sübh namazından qabaq oyanan insanlar sanki mərkəb üstündə gedirlər, miniyin üstündə gedirlər, tez çatarlar. Bir var ki, mən piyada gedim hər hansı bir yerə. Bir də var ki, mən mini ilə gedəm, maşınla gedəm, atla. Məsələn, gecə ibadəti belədir mömin həyatında. Müvəffəq olmayıblar, insanlar o mənəvi dərəcələrə çatmayıblar. İstisnasız olaraq məgər ki, onlar gecə ibadət ediblər. Sözüm onda yoxdur. İmam Sadiq əleyhissalam buyurur: hər kəsi ki, gecə ibadəti niyyəti ilə başlı qoysa, balışa yatsa, səhərə qədər onun üçün ibadət hesab olunur. Səhərə qədər onun üçün ibadət yazırlar. İbadət savabı yazırlar onun üçün. Bunun niyyəti budur ki, gecə oyansın, sübh namazına qabaq 15 dəqiqə, 20 dəqiqə, birdən-birə biz Ayətullah bəhs etdirir ki, 3 saat qabaq oyanaq. Misal üçün deyirəm. O evliyalar idilər. Onları yuxu aparmırdı. Onlar o eşq, ilahi eşq onların qəlbində, onların nə bilim alovlanmışdı. Biz adi insanlar məsələn 20 dəqiqə, yarım saat məsələn filan insan dursun bir Allahla razı niyaz eləsin, insan dursun Allahla danışsın. İmam Sadiq əleyhissalamın hədisini deyirəm, amma indi gecə namazı barəsində danışmaq istəmirəm. Mövzum o deyil. Amma deyir ki, hər kəs ki bu niyyətlə yatsa, tuktab nəfsəhu ilə səbahi təsbiha. Deyir səhərə qədər deyir onun üçün mələklər təsbihdir savabı yazarlar. Onun üçün təsbih. Şeyx Bəhayi kitablarının əsərlərinin birində yazır. Görün məsələ nə qədər əhəmiyyətlidir. Allah rəhmət eləsin o Şeyx Bəhayiyə böyük şəxsiyyətlərdən olub. İmam Rıza ağanın hərmində də qəbri zufunun olub. Müxtəlif elmlərdə nəzəriyyə sahibi olub. Fiqh elmində, hətta ulum-i qəribə qardaşlarımız bilirlər. Siz də eşitmiş olarsınız. O kitabların əsərlərinin birində yazır. Deyir, əgər insan gün ərzində orta hesabla əgər 6 saat yatarsa insan, elə necə deyirlər, ümumi insan 6 saat, 7 saat yatmaq, istirahət eləməlidir də 24 saatda. Olmaz ki, hesab eləyək ki, məsələn, bir insan 24 saatında əgər 6 saat yatarsa, istirahət eləyərsə, 80 ildə ömrü olsa əgər, məsələn də 80 il orta hesabla deyək, bu insan ömrünün 20 ilini sanki yuxulayıb. 20 ilini sanki yuxulayıb. 20 ildən qədər, yəni 4-dən biri də, ömrünün 4-dən birini hesablayanda elə olur da, 24 saatdan 6 saatına şeyləndə hesablayanda elə çıxır. 20 ilini yuxulayıb. İndi bu insan ki, qiyamət günündə bir ləhzəyə möhtacdır ki, Allaha görə bir işi olsun orada. Bir dəqiqəsinə möhtacdır, ehtiyacı, kaş mənim bir Allaha görə bir xeyr əməlim olaydı, Allaha görə bir xeyr məsələn, dəqiqələrim olaydı falanlardır. Burada İmam Sadiq əleyhissalam buyurur, dini tanımaq lazımdır. Deyir, gecəni niyyət elə, hətta deyir, oyanmasa belə. Hətta ağır yatıb, yorğun yatıb, gecəni Allaha yol getmək insandan biraz nəzm-intizam tələb olunur da. Gecə oyanmaq elə çətin bir şey deyil, biraz zamanı dəyişdirirsən. Gecə saat 2-də yatıb, səhər saat 8-də oyanmaqdansa gecə saat 11-də yatqından məsələn bir qədər tez oyanqından. O vaxtı biraz yer-bər edirsən də insan həyatında. Elə bir şəqqül-qəmər deyil, elə bir çətin bir şey deyil. İnsanın nəzm-intizamı olsa elə gecə namazına da oyanar, sübh namazının vaxtında qılar. Yəni o deyir sübh namazının fəziləti bilir ki, nəyə görə sübh namazının fəziləti yüksəkdir Allahın yanında. Sübh namazını fəzilət vaxtında qılan insan bu fəzilətə nail olur. Deyir ki, indi biz görmürük də, gözlərimiz pərdələnib, özümü deyirəm. Allahın mələkləri, bir gecə mələkləri var, bir də gündüz mələkləri var. Deyir, sübh namazının vaxtında o gecə mələklərinin, gündüz mələklərinin dəyişən vaxtıdır. Onların o, indiki dillə desək, bizim dillə desək, onların simeninin dəyişən vaxtıdır, o şiftinin dəyişən vaxtıdır. O insan ki, sübh namazını vaxtında qılır, həm onun üçün gecə mələkləri ibadət savabı yazırlar, həm gündüz mələkləri onun üçün ibadət savabı yazırlar. Yəni, belə deyil, insan bir adam ki, məsələn, sübh namazından keçmiş bir yarım saat sonra oyansın, sübh namazını qılsın, bir də ki, məsələn, vaxtında gözləsin sübh namazını, vaxtında dəqiqəsində məsələn qılsın. Bir də var ki, Allah eləməsin, qəzaya versin, Allah görsətməsin. Misal, bəs nədir? İnsan, bu söz ki, dedi ki, insan öz niyyətləri ilə böyük nailiyyətlər əldə eləyə bilər, böyük fəzilətlər əldə eləyə bilərlər. Bu cürdür. İmam Sadiq əleyhissalam öz dualarının birində ki, İmam Zeynul Abidin, üzr istəyirəm, 4-cü imamımız İmam Səccad əleyhissalam ki, Səhifə-i Səccad, yəni o ağa deyib də bizə öyrədib Allahla necə razı niyaz eləyək. 20-ci duası Səhifə-i Səccad, yəni ki, məkarimül əxlaq duası da deyirlər ona, çox mühtəvalı bir duadır. Bizə öyrədib. Orada bir cümləsi bizim sözümüzə şahiddir. Buyurur ki, ərz eləyir Allaha ki, və vəffir bu lütfikə niyyəti, mənim ilahi, İmam Səccad əleyhissalam Allaha deyir ki, ilahi, mənim niyyətimi genişləndirginə, ilahi pərvərdigara, mənim niyyətimi geniş eləginə, niyyətim cılız olmasın, niyyətim böyük olsun.
hədislərə əsasən, mənbələrə əsasən insan hətta indiki zamanda yaşayır. O niyyət zamanı da keçir ha. Sən niyyət elə ki, ey kaş mən Bədr müharibəsində olaydım, peyğəmbərin huzurunda mən də İslamın düşmənlərinin əleyhinə döyüşəydim. Sənə deyir, orada iştirak etməyin savabını verərlər. Həqiqətən deyir, amma Nəhrivanda olaydım, Əl-İslamın yanında o onları, o xəvaricin əleyhinə döyüşəydim. Niyyəti elə. Keçib üstündən 14 əsr keçib. İndi də əgər niyyətin budursa, deyir, orada döyüşməyin savabını sənə verərlər. Orada döyüşməyin sənə savabını verərlər. Əli ibn Əbi Talib əleyhissalam, peyğəmbər bir salavat zikr edəcək. Allah sallallahu Amin. Bu məşhurdur da, siz hamınız bilirsiniz. O İmam Hüseyn məclisində iştirak edən sizlər bilirsiniz bunu ki, o gün ki Cabir ibn Abdullah Ənsari gəldi İmam Hüseyn ağanın birinci qırxında o gəldi. O fəzilət ona nəsib olmuşdu. O Kufənin o təfsir alimlərindən olan Ətiyə ilə bir yerdə gəldilər İmam Hüseyn ağanın qəbrini ziyarət etməyə. Orada o incə bir orada məqam var. Bu sözümüzə şahiddir. Orada Cabir ibn Abdullahdan mən istəmirəm o necə gəldi, ziyarət elədi. Onları geniş danışmaq fikrim yoxdur. Sözümün canı burdadır. O ki ziyarət eləyəndə ziyarət elədi, ağladı, danışdı, İmam Hüseynlə söhbət etdi. Orada bir cümlə dedi Cabir ibn Abdullah Ənsari ki, peyğəmbəri görüb, Həzrət Əli əleyhissalamla bir vaxtda yaşayıb, İmam Həsən əleyhissalamı ziyarət edib, İmam Hüseyn əleyhissalamın huzurunda olub, İmam Səccad əleyhissalamı görüb, peyğəmbər ona dedi ki, Cabir, mənim salamımı nəvəm Baqirül Üluma çatdırarsan. 5-ci imamımız İmam Baqir əleyhissalam ömrü o qədər uzun oldu, dedi sən uzun yaşayacaqsan. Və elə də oldu. İmam Baqir əleyhissalama peyğəmbərin salamını çatdırdı. Çox böyük təcrübə sahibidir. Bütün o 5-ci imama qədər olan məsumları ziyarət edib, onların huzurundan istifadə edib, çox da müxlis bir insan idi. Orada İmam Hüseyn əleyhissalamı ziyarət etdi, sonra dilinin altında bu sözü dedi ki, Ətiyə, öz dedi ki, Ətiyə qulamı idi, nökər idi, o nökər də Kufənin təfsir alimlərindən idi, özü fəzl sahibi idi. Dedi Ətiyə, biz də bu Kərbəla şəhidlərinin savabında şərikik. Biz də şərikik bu savablarda. Ətiyə dedi ki, ağa bizim cəmaət can verib, qan verib, gedib qılıncın qabağında döyüşüb. Onlarla biz necə şərik olduq? Biz məsələn öz ev işimizdir. Nətər olur bu? Bunun cavabı necədir? İmam Cabir ibn Abdullah Ənsari bu sözü dedi. Dedi mən öz həbibim, yəni peyğəmbərdən bu sözü eşitdim, bu kəlamı eşitdim. Mən əhəbbə qavmən həşərə məəhum. Deyir, hər kəs bir qövmü sevsə, onlarla bir yerdə məhşərə gələr. Dalında buyurur, hədisin davamında buyurur. Və mən əhəbbə əmələ qavmin uşrikə fi əməlihim. Hər kəs bir insanın, bir qövmün əməlini sevsə, onu razıdır ona, sevir ona. Deyir, əla oldu ki, məsələn, filan oldu. Əla oldu o vaxtı, məsələn, filan oldu. Tərəfdarıdır. Əli ibn Əbi Talib əleyhissalam yaxşı oldu, məsələn, Əbnəvidin başına əzdi, məsələn. Onlarla döyüşdü, İslam düşmənlərlə mübarizə apardı. Deyir, o Əli əleyhissalamın rikabında olan insanların savabı ona verilər. Bu Cabir ibn Abdullah hədis deyir də bizə. Deyir, uşrikə fi əməlihim. Onların əməlində şərik olarlar. Sonuncu şahidimi deyim, birinci xütbə tamam olsun. Deyir, bir günləri Əli ibn Əbi Talib əleyhissalam müharibələrin birində Cəməl müharibəsindən qayıdırdı Əli ibn Əbi Talib əleyhissalam. Yaxın sahabələrindən biri, o mərifətli sahabələrdən biri, insan özü bir müvəffəqiyyətdən nail olanda istəyir ki, yaxınları da ona nail olsunlar. Bu da belə. Əli əleyhissalamdan qayıdırlar o Cəməl müharibəsindən. Öz imamına belə dedi ki, ağa, ey kaş mənim qardaşım da bu müharibədə iştirak eləyərdi. Ey kaş mənim qardaşım da bu müharibədə iştirak eləyərdi. Yəni, bu savaba o da nail olardı. İmam Zamanın rikabında İmam Zaman düşmənlərlə mübarizə aparmaq fəzilətinə nail olardı. Əli əleyhissalam buyurdu ki, əhəva əxikə mə'na. Yəni, aya sənin qardaşın istəyirdi bizi ilə bu müharibədə iştirak eləsin, onun da ürəyi bizi ilə idi. Dedi ki, bəlaya əmirəl-müminin cavab verdi ki, bəli, ya əmirəl-müminin, qardaşım çox istəyirdi gəlsin, amma üzr çıxdı qarşıya. Da orada üzrü demirdi də, üzrlü idi, üzr çıxdı qarşısına, ona görə. Deyir, Əli ibn Əbi Talib əleyhissalam cavab verdi ki, o da deyir, bizim savabımızda, Cəməl müharibəsində döyüşmək savabımızda şərikdir. Niyyəti bizi iləndirsə, savab ona da veriləcək. Niyyəti bizi bu ilə də kifayətlənmədi ya Əli ibn Əbi Talib əleyhissalam. Əli ibn Əbi Talib əleyhissalam buyurdu ki, hətta ta məsələn qiyamətə qədər onlar ki, atalarının sülbündədirlər. Dünyaya gəlməmiş insanlar, gələcəkdə dünyaya gələn insanlar. Və onlar ki, fi ərhamın öz analarının bətnindədirlər. Onlar da dünyaya gələndən sonra niyyətləri əgər olsa, həqiqətən beynəllah niyyətlər olsa ki, biz də Cəməl müharibəsində Əli ibn Əbi Talib əleyhissalamın yanında olardıq, ey kaş, ya leytena kunna ma'akum fa'afuza
xeyrən kəsirən təqribən bu məzmunda biz həm İmam Hüseyn İslam'a xitaben deyirik də ki, ya leytana, ey kaş biz də sənin yanında olardıq ya Əbu Abdullah. Bunu bütün vücudunla deyərsənsə, deyir İmam Hüseyn sahabələrinin savabı sənə verilər. Bu biz oxuyuruq da, bunu daim deyirik bu söz dilimizdədir. Deyir Əli ibn Əbi Talib İslam dedi ki, onlar ki atalarının sülbündədirlər, gələcəklər həyata və onlar ki analarının rəhmindədirlər, gələcəklər həyata. Niyyətləri bu olsa əgər, ey kaş biz də olaydıq Əli ibn Əbi Talib İslamın zamanında və Cəməl müharibəsində o məlunlarla döyüşərdik, onlara deyir bu savab verilər. Onlara bu savab verər. Dinimiz nədir? Dinimiz dərin dindir. Mən birinci xütbəni tamamlamışdan qabaq bir hadisəni də siz əzizlərin nəzərinə çatdırım. Ondan ikinci söz verirəm ki, ikinci xütbəmiz elə geniş olmaz inşallah. Bir salavat zikr edeyim. Hümmə sallə alə Muhammed və alə Muhammed. Ayətullah Ərakini siz hamınız eşitmişsiniz. Ayətullahül Üzma Əraki öz zamanının böyük fəqihlərindən olub, Şeyxül Fuqaha deyərlər. O nəql eləyib, bir nəfərə nəql eləyib bu hadisəni. Deyir, Nəcəfdə Axund-u Xurasani olub, böyük şəxsiyyət olub. Doğrudan da o Kifayə kitabının, ruhani qardaşların bilirlər, Kifayə kitabının müəllifidir. İndiki olan müştehidlər o kitabı oxumasalar müştehid olmur. Böyük şəxsiyyətlərdən olub həqiqətən. Maraqlı bir hadisədir, lazımlı bir hadisədir. Sizə nəzərinizə çatdırıram. Deyir, Axund-u Xurasaninin ən mübərrəz, ən necə deyim, qabaqcıl şagirdlərindən biri var idi. Mirzə Əbdullah Gülpayqani adlı bir şagirdi var idi, deyir onun. Çox fəzilətli bir insandır. Bu dünyasını deyir, o danışanda şeyx mənbərdən deyər ki, bir dəqiqə sakit qalın. O fazil, o necə deyirlər, mənim bu şagirdim sual soruşur. Çox əhəmiyyət verərdi ona. Ən üstünlərindən biri idi. Xülasə, cavabında dünyasını dəyişib. O Mirzə Əbdullah Gülpayqani tez bir 45 yaşında, 46 yaşında dünyasını dəyişir. Onun bərzəxini o zamanda olan övliyalar görüblər. İndi ya mükaşifə halında, ya yuxu halında deyirlər ki, şeyx, sənin vəziyyətin necə oldu bu dünyanı dəyişəndən sonra? Vəziyyətin nətər oldu o dünyada? Bərzəx aləmində nələr keçdi səndən? O cavablandırır. Deyir ki, o neçə mələk ki, gəldilər, məndən başladılar, soruşdular ki, şeyx, nə gətirmisən? Şeyx Mirzə Əbdullah Gülpayqani, nə gətirmisən? Kitab yazmışam. Çoxları kitab yazıblar. Nə bilim, şagirdlərə dərs demişəm, başqaları da dərs deyiblər, nə bilim, belə saydım deyir öz əməllərimi, deyirlər, yox, fərqli bir şey istəyirik səndən. Fərqli bir şey nə gətirmirsən ki, bərzəxin işıqlandırsın. Elə bir dənə əməl deyinə ki, bərzəxi işıqlandırsın. Nə əməl sahibisən? Mən baxdım belə olanları dedim, mən belə bir əməlim yoxdur, özüm namid kimi məsələndə belə. Dedilər mənə, yox, sənin bir dənə gövhər kimi çox qiymətli bir dənə əməlin olub. Ona görə sənin qiyamətə qədər bu sənin etdiyin əməl sənin xərcini çıxardar. Yəni qiyamətə qədər nicat taparsan, bərzəx aləmin rahatlaşarsan. Nə idi o? Deyir, yadıma gəlir sənin bir günləri idi, sən Nəcəfdə dərs oxuyurdun, özü də yoxsulluqla dərs oxuyurdun. Öz şəhərimizdən Gülpayqan İranın şəhərlərindən biridir. O şəhərimizdən zəvvarlar gəlmişdilər, Kərbalaya, Nəcəfə ziyarətə gəlmişlər. Sən də eşitdin, bunlar gəliblər, İmam Hüseyn zəvvarlarıdırlar. Dedim, bunları qonaq eləyəsən evə qonaq elədin, onları çağırdın, evində bir şeyin yoxun idi. Ona çətinliklə keçiblər bizim alimlərimiz, maddi vəziyyətləri çətin olub. Sən də qaldın belə onların yanında xəcalətli olmayasan, Nəcəf şəhəri də küçələri qaranlıq idi. Getdin ki, dostlarından 500 manat borc alasan, gedəsən meyvədən, zatdan bir şey alasan ki, onları gələndə qonaqlıq verəsən, onları qarşılayasan. Gedəndə deyir, sənin yadıva gəlir, sən deyir, o küçə qaranlıq idi, ayağın bir dənə neyəsə daşa zada ilişdi, yıxıldın yerə, ayağın da zədələndi. Biraz da ağrı çəkdin də falan. Özdə dedin ki, bu da mənim vəziyyətimdir də, ilahi, bu da mənim vəziyyətimdir. Mən öz zamanımın ən böyük ustadı, Axund Xorasanının ən mübərrəz şahidlərindən biriyəm. 3 manat, 5 manat pulum yoxdur ki, gələn qonağın qabağına çıxım. Məcbur olmuşam gecə ora-bura qaçıram, bu da belə. Sonra niyyətimi dəyişdim. Öz-özümə dedim ki, yox, bu niyyət nədir? Bunlar gəliblər, İmam Hüseyn zəvvarıdırlar, Əli ibn Əbi Talib əleyhissalamın zəvvarıdırlar. Heç nə olmaz. Bunlar özlərinə bərəkət gətiriblər. Bu da ki, mən belə oldum, Allahın yanında savabı var. Yəni, sənin bu əməlin ki, Allaha görə sən bu işi gördün, İmam Hüseyn zəvvarlarına xidmət göstərdin, heç kimdən də təvəqqün yox idi. Yalnız bu idi ki, onlara xoş getsin bu ziyarət. Bu əməlvə görə qiyamətə qədər bərzəxin işıqlıdır. Biz bəzən əməllərimizi kiçik görürük, biz niyyətlərimiz. Gözəl niyyətlər, o salih niyyətlər insanların eləyə bilər, böyük nailiyyətləri eləyə bilsin. Hər əməlində insan çalışmalıdır ki, gözəl bir niyyətlə o əməlləri yerinə getirsin. Allahın verib Peyğəmbərə xatir bizi bu yolda, necə deyərlər, müvəffəq eləsin.
pak niyyətləri, Allah yolunda olan pak niyyətləri bizə nəsib eləsin və bu yolda ilahi Pərverdigara bizə daha artıq müvəffəqiyyət nəsib eləsin. Xudayi Pərverdigara sana and veririk izzət əzəmətin xatirinə. Bu cümə namazında iştirak edən bizim əzizlərimiz ki, gəliblər sənin fərmanını yerinə yetirməyə görə hazır olublar. Hər kəsin qəlbində dünyəvi, uxravi, zahiri, bütün hacətləri, bütün mənəvi, maddi hacətləri ilahi Pərverdigara qəbul elə. Əvvəlinci duamız budur. İmam Zaman Ağanın zuhurunu tezləşdir yenə. O Həzrətin mübarək qəlbini bizdən razı elə. O Həzrətin qeybət və zuhur dövründə bizi öz vəzifəmizə aşina və amil elə. O Həzrətin naiblərini, təqlid mərcəklərimizi, alimlərimizi yerin göyün bəlasından hifz elə. İlahi Pərverdigar, hər kəsin bu cəmdə xəstəsi varsa, bütün xəstələrimizə və niyyətlərimizdə olan xəstələrə özün şəfa inayət elə. İlahi Pərverdigara, sənə and veririk izzət əzəmətin xatirinə bizi bir dəqiqə kəmtərəz dəqiqə özümüzə buraxma. İlahi aqibət əmrimizi xətmi bi xeyr elə. Bu danışanları, bu müzakirə olan söhbətləri birinci danışanın qəlbində, ondan sonra qardaşlarımızın da qəlbində təsirli elə. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.